Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdlər arasında Zəkaların Mübarizəsi Olimpiyadasının Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə region mərhələsi keçirilib. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ənsiz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Millət vəkillərinin də iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov qeyd edib ki, Ali Baş Komandan ölkə prezidenti İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan ordusunun qüdrəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda həyat yenidən əvvəlki məcrasına qayıdır. Möhtəşəm tarixi zəfərin sevincini yaşayan xalqımız artıq Ali Baş Komandan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq səlnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin daşı daş üstə saxlamadığı yurt yerlərinin bərpası sürətlə davam etdirilir. Təhsil müəssisələri inşa edilir, yeni tikilən məktəblərdə şagirdlər təhsillərini uğurla davam etdirirlər. Fuad Bədəlov Olimpiyadada iştirak edən Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Zəngilan rayon məktəblərinin şagirdlərinə uğurlar arzulayıb. Çıxış edən millət vəkilləri Ceyhun Məmmədov, Rövşən Muradov, Mirzəlil Qasımlı təşkil olunan olimpiyadanın əhəmiyyətindən danışıblar. Daha sonra yarışa start verilib. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən regionların məktəbləri qalib adı uğrunda mübarizə aparıblar. 9-11-ci sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirib. Komanda yarışı formatında keçiriləcək olimpiyada regional və respublika mərhələlərindən ibarətdir. Çətin keçən mübarizədən sonra Zəngilan komandası final mərhələsinə vəsiqə qazanıb.